Bax, Azərbaycanın bir dövlət, bir xalq olaraq başlıca hədəfi də budur. Sülh, təhlükəsizlik, əməkdaşlıq, birgə yaşayış. Və bu prinsip, bir daha deyirik, yalnız qardaş ölkələrə deyil, regional və qlobal siyasətdə bütün sağlam ölkələrə yönəlir. Azərbaycan 30 il torpaqlarımızı işğal altında saxlayan və elə işğalçı siyasətinə görə də müharibədə başını əzdiyi, məğlub etdiyi Ermənistana belə sülh, birgə yaşayış, təhlükəsizlik təklif edir. Ərazi iddialarından əl çəkməyə, regional layihələrə qoşulmağa çağırır. Niyə? Çünki humanizm, insanlıq, sülh bizim üçün siyasi alət, yaxud pafos, təsir metodu, dezinformasiya aləti deyil, həyat tərzidir, tərbiyədir, genetik koddur. Üstəlik, Azərbaycan gözəl bilir ki, bəşəriyyətin gələcəyi də məhz insanlıqda, humanizmdədir. İşğal, terror, iddia heç zaman xoşbəxt gələcəyi təmin edə bilməz. Real nümunə Ermənistandır. Hazırda Hay məmləkətində bir tərəfdən hakimiyyət, kilsə qarşı durması, digər tərəfdən böyük güclərin aramsız təzyiqi Ermənistanı daha ciddi problemlərlə üz-üzə qoyur. Gəlin görək, ötən həftə Ermənistanda nələrin şahidi olduq? Öncə ondan başlayaq ki, Nikol Paşinyan son hökumət iclasında real Ermənistan ideyasının ölkəyə iqtisadi tərəqqi vəd etdiyini və Ermənistan üçün 100 illik təminat rolu oynadığını bildirdi. Halbuki onun israrla irəli sürdüyü bu ideyanın ciddi əleyhdarları var. Xuntaçılar, kilsə və erməni diaspora. Onların iddialarına görə rəsmi İrəvan Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı şərtlərini yaxına belə buraxmamalıdır. Bunun üçün lazım olsa Paşinyanın devrilməsinə belə gedəcəklərini deyən revanşistlər baş nazirin impeachment ilə bağlı imza toplamağa artıq başlayıblar da. Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim. 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və güya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin əslində eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan pasif revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırılmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər.